Hər vaxtınız xeyir olsun. Mən Cəvən Həsənov. Bugün növbəti sınağımızın izahını çəkməyə çalışacağım. Ümumi sınaq 11-i artıq çəkirik. Elə isə vaxt itirməyək, dərhal keçək sualların izahına. İlk sualımız Osmanlı hökmdarları ilə bağlı gəlir. Baxaq. Deməli, bizə burada Sultan 1-ci Səlim və Süleymanın fəaliyyətinə aid mücəlləf veriblər. Sultan Səlimin hakimiyyət illəri 1512-1520. Süleymanda isə bu 1520-1566 aralığıdır. Baxaq. Ümumi olmayan cəhət. Səfəvlərlə müharibə aparılması. Həm ata, həm oğul müharibə aparıb. Bu ümumi cəhətdir. Bizə ümumi olmayan cəhət lazımdır. Şimali Afrikada ərazilərin ələ keçirilməsi Səlimin dövründə başlayıb Süleymanın dövründə davam edib. Hər ikisi üçün keçərlidir. Avropa dövlətlərlə sülh müqaviləsi bağlanması hər ikisi üçün keçərlidir. Niyə? Çünki deyir ki, Sultan Səlim Çaldıran döyüşündən əvvəl Macaristan və Venesiya ilə müqavilə bağlayır. Sultan Süleyman qanunu da yenə bilirik ki, Avstriya ilə sülh müqaviləsi bağlayıbdır. 4. Yalnız Sultan Səlimə aiddir. 5 isə yalnız Süleymana aiddir. Çünki ataların başlatdığı müharibələri övladları bitirir. Yəni, Təhmasiblə İsmailin başlatdığı müharibəni sülhlə, yəni İsmaillə Səlim arasında başlayan müharibəni İsmailin övladı Təhmasiblə Səlimin övladı Süleyman bitirir. Yəni 4 1-ci Səlimə, 5 də yalnız Süleymana aiddir. Cavab 4-5. Davam eləyək. 2. 20-ci yüzilliyin əvvəllərində Fransanın iqtisadi inkişafının əsas səciyyəvi cəhətləri. Sənaye istehsalının həcminə görə dünyada 3-cü yerdə olması bu yanlışdır. 20-ci yüzilliyin əvvəllərində sənaye istehsalına görə ardıcıllıq belədir. 1-ci ABŞ, 2-ci Almaniya, 3-cü İngiltərə, 4-cü Fransa. Aviasiya və avtomobil istehsalının sürətli inkişaf etməsi bu köhnə kitablarda var idi. Sonradan ləğv edilib və təzə kitablarda yenidən əlavə edildilər. 2 düzdür. Kapital ixracına görə bəli, Fransa bir tayından sonra 2-ci yerdədir. 2-3 düzgün cavablarımızdır. Dünya ticarətində 1-ci yer tutması xeyr, bu İngiltərədir. Ümumiyyətlə 20-ci əsrin əvvəllərinə qədər İngiltərə hər şeydə 1-ci idi. 20-ci əsrin əvvəllərində də İngiltərə demək olar ki, hər şeydə 1-ci idi. Yalnız bir şeydə 2-ci yox, hətta 3-cü yerə düşmüşdü. Bu da sənaye istehsalına görədir. Cavab 2-3-dür, Y variantı. Davam edək. 3. Osmanlı və Rusiya imperiyalarının 1732-ci tarixinə aid oxşarlıq. Səfəvlər dövlətinə müqavilə imzalamaları. Bəli, cavab A-dır. Belə ki, Osmanlı Səfəvlərlə imzalamışdı Kirmanşah sülhünü, Rusiya isə imzalamışdı Rəşd müqaviləsini. Cavab A-dır. B. Bu 1724 İstanbul və sonradan dəqiqləşdirmək üçün Naburda müqavilə bağlanmışdı. C. Fransa 1804-ə qədər imperiya demək olmaz. D. Bu hər ikisi üçün keçərlidir, amma 1735-ci ildə. Y. Onsuz da Qaradəniz Osmanlınındır. Qaldı ki, Rusiyanın bu dənizə sahib olmaqla müharibəyə başlaması bu lap 17-ci əsrin sonlarından başlamışdı. Cavabımız A-dır. 4-ə baxaq. Daha əvvəl olmuşdur. Böyük İpək yolunun bərpası üzrə beynəlxalq konferansının keçirilməsi bu 98-ci sentyabrdır. Ehtiyatlı olaq, Heydər Əliyev birinci prezident dövrünə düşür, çünki Heydər Əliyev ikinci prezidentiyası 98 oktyabrında. Bakı Tbilisi Ərzurum qaz kəmərinin çəkilməsi haqqında saziş 2001, amma çəkilib başlatması isə 2007-dir. Əsrin müqaviləsi 1994, torpaq islahatı haqqında qanun 96, Dövlət Neft Fondu isə 99-dur. Burada daha tez təbii ki, C variantıdır. Davam edək. 5-ə baxaq. 1919-cu ildə keçirilən Paris konferansında mandat hüququ almış dövlətlər. 1. Rusiyadır. 4. İtaliya. 3. Fransa. 2. İngiltərə. 5 isə İspaniyadır. Mandat hüququ alan dövlətlər arasında İngiltərə və Fransanı götürmək lazımdır. İspaniya yoxdur. Rusiya məğlub olub, ona mandat hüququ verilə bilməz.
Sadəcə olaraq bir məsələ maraqlıdır ki, əslində burada 4 də götürmək olar. Çünki Azərbaycanın mandat hüququ, yəni Azərbaycanın belə deyim idarəçiliyi İtaliyaya təklif edilmişdi. Sadəcə olaraq sualı yazanlar dünya tarixi baxımından fikirləşib, Azərbaycan tarixi baxımından bir balaca görməzlikdən gəlirlər. 2, 3, 6. Yusif ibn Əbüsac, Mərzban ibn Məhəmməd. Yeni dövlətin əsasının qoyulması bu Mərzban ibn Məhəmməddir, Salarilər. Sazilər dövlətinin əsasını isə Məhəmməd ibn Əbüsac qoymuşdu. Dövlətin sərhədlərinin genişləndirməsi təbii ki, hər ikisi. Dərbənd səddi, hər ikisi. Aha, təmir etdirməsi yazılıb, yox. Təmir işinə Şirvanşahların sazilər baxır. Mərzban Məhəmməd Dərbəndə tutub, amma təmir etdirməyib. Azərbaycan torpaqlarını vahid halda birləşdirən SSS, yəni burada Sadi Salari hər ikisi var. Növbəti S Səfəvilərdir. Arada isə Atabəylər və qismən də Şirvanşahlar 2 aylıq. Qanunnamə Mərzban ibn Məhəmməddədir. Belə bir şey tapdıq. 1 S, 2 AY, 3 BD. Cavab D. Davam edək. 7-ci suala baxaq. Frank hökmdarı Holodvikə aiddir. Qərbi Roma İmperiyasının varlığına son qoyulması 476-dır. Amma Frank dövləti hələ 486 Suason döyüşündən sonra yaranacaq. Ona görə bu yanlışdır. Yeri gəlmişkən Qərbi Romaya son qoyan belə deyim, başqa Alman tayfalardır. İspaniyada ərəblərlə müharibə aparması. Belə bir şey yoxdur. Bu böyük Karldır. Suason döyüşündə qələbə qazanır, amma bu zaman Frank hökmdarı deyil. Bu döyüşdən sonra hələ Frank dövləti yaranacaq. Zirehli atlılardan ibarət qoşun təşkil edilməsi Holodvikə aid deyil. Ümumiyyətlə atlı qoşunlarının təşkil olunması Karl Martel və sonradan daha yüksək formada böyük Karla aiddir. Qanunlar toplusunun tərtib etdirilməsi bəli. Franklarda ilk qanunlar toplusu məhz Holodvik tərəfindəndir və bu 9-cu əsrə qədər qüvvədə qalıbdır. İnşallah ki, bu səhifədə bir diqqətimizdən qaçan məqam olmalı. Davam edəyim. 8. Atropatena dövlətinə aid xüsusiyyətləri müəyyənləşdirin. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısında Romadan asılı vəziyyətə düşüb. Düz deyir. 1-ci əsrin 1-ci yarısı 151-dir. Doğrudan da eramızdan əvvəl 66-65-ci ildə Pompey və Lukul gələndə onlar Atropatenanı tabe etmişdilər. Amma buna baxmayaraq Atropatenanı yerli hökmdarlar idarə edirdilər. Bir düz. Azərbaycanın cəmdə yaranmış ilk quldar dövlət Mannadır. 2 səhvdir. Eramızın əvvəllərində dövlətçiliyini itirdi. Bəli, eramızın 20-ci ilində Atropatena dövlətçiliyini itirdi. İmperator Adrian, əgər eramızın 1-ci əsrində bu dövlət süquta uğrayıbsa, eramızın 20-ci ili, yəni eramızın 1-ci əsri. Adrian hakimiyyət illəri 117-138-dir. Atropatena dövləti ondan kontakt ola bilməz. 4-lərdə. 2 də səhv, 4 də səhv. Deməli, cavabımız 1, 3, 5'dir. Ərazidə türk soylu tayfalar əlbəttə. Kaspi, Kadusi və s. və axır. 1, 3, 5. Cavab D. Davam edək. 9-cu suala baxaq. Verilənlər 16-cı əsrdə Azərbaycanda aid idi. Şahdan sonra dövlətdə ikinci nüfuzlu şəxs hesab olunurdu. Şahın dini və dünyəvi işlərə tam yüklü müavini idi. Bu sədrdir. Səfərlərdə doğrudan da 16-cı əsrdə birinci yerdə şah dayanır və şah həm dini hakimiyyətə malikdir, həm də dünyəvi hakimiyyətə malikdir. Şahın baxmayaraq ki, dini işlərinə rəhbərlik edir sədr, variantı səhv işarələmişəm. Dünyəvi işlərinə rəhbərlik edir vəzir, amma şahın həm dini, həm dünyəvi işlərə mavini və ikinci şəxs vəkildir. 17-ci əsrdə isə vəziyyət necə olacaq? Şah yenə həm dini, həm dünyəvi hakimdir. Şahın dini işlər üzrə rəhbəri kimdirsə, yəni sədr, ikinci şəxs olacaq. Dünyəvi işlər üzrə rəhbəri kimdirsə, yəni vəzir, mülki işlər üzrə ikinci şəxs olacaq. Amma söhbət 16-cı əsrdən gedirsə, burada vəkildir. Davam edək. Ona baxaq. Xas və incu torpaq mülkiyyət formaları üçün ümumi cəhət. Azərbaycanda hülakilərin hakimiyyət dövründə yaradılmaları. İncu baxımından hardasa hesab etmək olar. Axı xas
xassə, xalisə, müxtəlif sür adlanan bu torpaqlar 9-cu əsrdən var. Hülakilər isə 13-cü əsr yaranıb. Hökmdara məxsus olmaları, bəli. Hökmdara məxsus olan torpaqlar həmişə xas, xassə, xalisə. Bir dənə Monqolların dövründə bu incu adlanıb. Cavab Bakıdır. Gəlirlərinin birbaşa dövlət xəzinəsinə daxil olması bu divan torpaqlarıdır. Dini dairələrə məxsus olması bu vəqfdir. Dövlətə xidmət müqabilində verilmələri bu da təbii ki yanlışdır. Deməli burada cavab Bakı variantı oldu. 11-ə baxaq, memarlıq abidələrlə bağlı uyğunluğu müəyyən edin. Eldənizlər dövləti, Qaraqoyunlu və Ağqoyunlu. Təbrizdə Göy məscid 1465-dir. Həştbeyş saray 1483-dür. Darülmülk 12-ci əsrdir. Təbrizdə Göy məscid isə 1465-dir. İrəvanda Göy məscid isə 1764-dür. Təbrizdə Göy məscid ordunda Qaraqoyunlu Cahanşah tərəfindəndir. Həştbeyş saray isə 1483-də Ağqoyunlu Uzun Həsən tərəfindəndir. Daha doğrusu Ağqoyunlu Sultan Yaqub tərəfindəndir. Burada cavab 2, 3-dür. S. Davam edək. 12-yə baxaq. Səfəvi dövlətinin 1612-ci il və 1618-ci il tarixinə aid ümumi cəhət. Osmanlı dövlətilə sülh müqaviləsi imzalanması. Əlbəttə ki, bu düzgün cavabdır. 1612-də Sərab, 1618-də Mərənd. A düzgün cavabdır. Hakimiyyətə yeni hökmdar. Nəzərə alsaq ki, 1587-dən 1629-a qədər hakimiyyətdə ikinci, daha doğrusu birinci Abbas olub, necə yeni hökmdar ola bilər? İngiltərə əbədi dostluq bu bir dəfədir, 1621-dir. Osmanlı dövlətilə yeni müharibələrin başlanması əgər 1603, 1616 olsaydı, bəli. Çünki 1603 müharibəsi 1612-də, 1616 müharibəsi 1618-də başa çatmışdı. Sərab və Mərənd. Rusiya ilə ticarət müqaviləsi Rusiya ilə bizə tamına aydın olan ticarət müqaviləsi 1667-dir. Düzdür, birinci Fəhmi Asif də 16-cı əsrdə Rusiya ilə ticarət müqavilələri bağlamaq üçün tədbirlər görmüşdü. Cavab A variantı. 13-də. Xəritədə işarələnmiş əyalətlərə aid ümumi cəhət və yaxud cəhətləri müəyyənləşdirək. Baxaq, görək nə var burada. Hansı əyalətlərdir bunlar? Biri Quba əyalətidir. Biri Şəki əyalətidir. Baxaq. Birinci Rusiya-Qacar müharibəsi dövründə yaradılmışdır. Bu yanlışdır. Çünki birinci Rus-Qacar müharibəsi 1804-1813-dür. Quba tamamdır 1810-da. Yəni bir xanlığın əyalətə çevrilməsi nə deməkdir? Bir xanlığın əyalətə çevrilməsi həmin xanlığın ləğv olunmasıdır. Çünki bilirik ki, bütün xanlıqlarımız Komendant idarəsi dövründə əyalətlərə çevrilmişdi. Yalnız Yezretboldan başqa o dairəyə çevrilmişdi. Amma Şəkinin əyalətə çevrilməsi 1819-dur. Ona görə bir səhvdir. Müsəlman əyalətləri rəisini birləşdirmişdə bu da səhvdir. Müsəlman əyalətləri rəisinin tərkibində Şəki, Şirvan, Qarabağ və Lənkəran var. Amma Quba hərbi idarə rəisliyidir. Ərazisində 19-cu əsrin 30-cu illərində Çar Rusiyasına qarşı üsyan baş verib. Bəli, bu düzdür. Şəkidə 1838, Qubada 1837. 19-cu əsrin 40-cı illərində bu əyalətlər ləğv olunmuşdur. Bəli. Çünki əyalətlər ləğv olunur və nəticədə onlar nələrə çevrilirlər? Qazalara. Ona görə də 13-də cavab C variantıdır. Davam edək. 14-də. Azərbaycanda ana xaqanlığı və ata xaqanlığının mövzusu dövrünə aid ümumi cəhətləri müəyyənləşdirin. Ana xaqanlığının riyazi cədvəli üst paleolit daxildir. Eneolit daxildir. Ata xaqanlığı isə təbii ki, Erkən Tuncdan başlayaraq İbtidai Azma quruluşunun bitməsinə qədər. İqtisad təsərrüfatının mövzusu olması, əgər bu ana xaqanlıqda yaranıbsa, ata xaqanlığa davam edəcək. Ölülərin yaşayış məskənindən kənarda dəfn edilməyə başlaması Erkən Tuncdur və bu ata xaqanlığı dövründən başlayıb. Ana xaqanlığı ola bilməz. Ana xaqanlığı yaranan bir şey ata xaqanlığı ola bilər. Amma ata xaqanlığı yaranmış bir şey ana xaqanlığa davam edə bilməz. Çünki ata xaqanlığı ana xaqanlıqdan sonra gəlib. İctimai əmək bölgüsü bu da ata xaqanlığı dövründə başlayıbsa, ana xaqanlığı ola bilməz. Metaldan əmək alətləri Eneolit dövründən başlayırsa, ana xaqanlığına bu ata xaqanlığa davam edəcək.
İnsanların bağça ilə məşğul olması bu ata xaqanına başlayıbsa, Orta Tunisdən. Ana xaqanında ola bilməz. Cavab 1-4-dür. Yeri gəlmişkən 4-də ehtiyatlı olun. Metaldan əmək alətlərinin düzəldilməsi eniyyətdə başlayır, amma metal işləmə Tunis dövründə başlayır. Çünki mis kifayət qədər yaxşı bir metal deyildi ki, metal işləmə ondan başlasın. İnşallah bu səhifəmizdə də qalan bir sual yoxdur. Elə isə keçək növbəti suala, 15-ci suala. Eramızdan əvvəl 5-ci əsrdə Afinada hərbi vətəndaş istənilən dövlət vəzifəsini tutmaq hüququ qazandı. Bəli. Bunu verən eramızdan əvvəl 443-428-də strateq seçilmiş Perikldir. Və bu cavabdır. Xalq yığıncağı ordu və donanmaya başçılıq etmək üçün strateqlər seçməyə başladı. Bu eramızdan əvvəl 6-cı əsrdir. Kəndlərin torpağa görə bütün borcları ləğv edildi. Bu eramızdan əvvəl 6-cı əsrdir. Əmlakdan asılı olmayaraq bütün vətəndaşlara. Bu eramızdan əvvəl 6-cı əsrdir. Y variantı bu eramızdan əvvəl 6-cı əsrdir. Demək olar ki, B, C, D, Y Saun islahatlardır və bu 6-cı əsrdir. Cavab A variantıdır. 16-ya baxaq. 5-ci əsrin 60-cı illərində Albaniyanın daxili müstəqiliyinə son qoyuldu. Söhbət 460-469-dan gedir və biz yaxşı bilirik ki, bu illər ərzində 463-cü ildə 2-ci Vaçe Albaniyada hakimiyyətdən uzaqlaşdırıldı və 24 il Albaniyada hökmdar olmadı. Bəs 2-ci Vaçe niyə uzaqlaşdırdı? Çünki 2-ci Vaçe 457-ci ildən etibarən Sasanlara qarşı azadlıq müharibəsi başlamışdı. Sasanlar onu hakimiyyətdən devirdilər və nəticədə nə baş verdi? Sasanilər bir müddət Albaniyanı mərzbanlar vasitəsilə idarə etməyə başladı. Cavablara baxmaya ehtiyac yoxdur. Cavab C variantıdır. Dedim kimi 457-463-dən azadlıq hərəkatı yatırılır. Bu zaman Sasanilərin köməyinə Haylandır Hunları gəlir və məsələ aydındır. Belə. 17-yə baxaq. Azərbaycan SSR-nin 20-ci əsrin 70-ci illərin ikinci yarısı. 70-ci illər 1970-79-dur. Birinci yarısı 70-74, ikinci yarısı 1975-79-dur. Gəlin baxaq. Bakı Dərin Dəniz Özüllər Zavodu bu 1986-dır. Ümumiyyətlə yanlışdır, 80-ci illərdir. Ağdam Xankəndi 79-dur. Bəli, bu bizim axtardığımızdır. Bakı Metropoliteni 1967-dir. Yanlışdır. Qrozno Bakı Neft Kəməri 1983-dür. Yanlışdır. Kürsu Kəməri 1971-dir, amma gördüyümüz kimi 70-ci illərin birinci yarısıdır. 18. Toxtamış xanın Terek çayı sahilindəki döyüşdə məğlub olmasının nəticəsində Moskva knyazlığının Qızıl Ordudan vassalasına son qoyuldu. Bu tam-tamına 1480-ci ildir. Belə ki, 1480-ci ildə Qızıl Ordanın bizə məlum olan sonuncu hökmdarı Əhməd xan Moskva knyazlığının üzərinə yürüş edib, yenidən Moskva knyazlığına itaat etmək istəsə də, amma Uqra çayı aşdı-daşdı. Bu dəfə Əhməd aparacaqdı, Saranı yox. Əhməd də qorxdu ki, birdən çay onu aparar. Rusların müstəqilini tanıyıb geri qayıtdı. B variantı bu 1502-dir. Yeri gəlmişkən Terek çayı sahilindəki döyüşdən söhbət gedirsə 1395-dir. Qızıl Ordanın şərq vilayətləri Teymurilərin əlinə keçdi və eyni zamanda Qızıl Ordanın paytaxtı Saraybəlki də dağıdıldı. Cavab C-dir. D. Qızıl Ordanın Azərbaycandakı hakimiyyəti başa çatdı. Toxtamışın dövründə onsuz da Qızıl Ordanın Azərbaycanda hakimiyyəti qurulmamışdı. Qızıl Ordanın Azərbaycandakı hakimiyyəti təxminən 1 ilə yaxın davam edib. 1357-dən 58-in sonu 59-un əvvəlinə kimi davam edib. Canı bəy öləndən sonra onun oğlu, buradakı qoyduğu oğlu Bərdibəy çıxıb getmişdir. Qaldı ki, Krım xanlığının Qızıl Ordudan ayrılıb müstəqil olması bu 15-ci əsrdir. Birinci yarısı. Həm də belə bir şey deyim. Krım xanlığı müstəqil olması deyəndə ki, onsuz da Qızıl Ordanın parçalanması necə Krım xanlığı yaranmışdı və müstəqil olmuşdu. 15-ci əsrin birinci yarısında təkcə Krım yox, Qazan, Həştər xan, Noqoy ordusu. Davam edək. 19-a baxaq. Xüsusi Cənubi Qafqaz Komitəsi və Cənubi Qafqaz Seymi. Xüsusi Cənubi Qafqaz Komitəsi və yaxud Qafqaziya Komitəsi 17-ci ilin martında yaranıb.
1917-nin oktyabrına qədər mövcud olub. Bəzən isə bu noyabra qədər çəkirlər. Seym isə 1918-in fevralından 1918-in mayına qədərdir. Baxaq. Eyni də yaranmaları. Axı biri 1918, biri 1917 oldu. Osmanlı dövlətinə müharibə aparmaları. Bu Seymdir. 8 günə isə Osmanlı onu başa salmışdı. Cənubi Qafqazı müstəqil idarə etmələri. Deməzdim. Cənubi Qafqazı müstəqil idarə etmək üçün gərək ayrılasan. Bunun nisbətən aprelin 1918 22 apreldən sonra Seymə aid etmək olar yalnız. Oktyabr çevrilişi nəticəsində süqut edən xüsusi Cənubi Qafqaz komitəsi idi və onun yerinə əvvəlcə komissarlıq, sonra Seym yaranacaq. Bəli, bu düzdür. Yadda saxlayın. Nə Cənubi Qafqaz komitəsi, nə Cənubi Qafqaz komissarlığı, nə Zaqafqaziya Seymi. 3 orqan heç birisi Sovet hökumətini tanımayıbdı. Cavab Komitə tanımadı oktyabr çevrilişini. Ona görə də noyabrın əvvəllərində getdi. Yuxarıda oktyabrın sonu və ya noyabrın əvvəllərinə nəzərdə tutmuşam. Və onun yerinə komissarlıq gəldi. Komissarlığın gəlməsi elə bilməyin ki, bolşeviklərin orqanıdır. Tamam. Uşaq fikirləşir ki, bolşeviklər gəlirsə, müvəqqəti hökumətin orqanı olan Zaqafqaziya komitəsi gedir və onun yerinə Zaqafqaziya komissarlığı yaranırsa, bu bolşeviklərin orqanıdır. Xeyr. Nə də komissarlıqdan sonra yaranan Seym qəbul etməyib. Cavab 20-də. Türkiyə Respublikasıdırsa, burada inanmıram buna xüsusi ehtiyac olsun, amma digər testlərdə ehtiyatlı olun. Söhbət Türkiyə Respublikasından gedirsə, sizin ixtiyarınız yoxdur 1923, 29 oktyabrdan qabaq ona Türkiyə Respublikası deyəsiniz. Adnan Menderes. Adnan Menderes 1950-60-cı illərdə baş nazir olub. Torpaq sahəsi haqqında qanun isə Türkiyə tarixində 1945, 1973-dür. Heç birisi düşmür. 1950-ci ildə prezident seçildi. Bu adam prezident seçilməyib. Bu adam baş nazir seçilib. Prezident seçilən Cəlal Bayardır. Adnan Menderesin baş nazirliyi 1950-60-cı illərdirsə və nəzərə alsaq ki, Türkiyə NATO-ya 1952-ci ildə qoşulub, məsələ aydındır. Birsə. Bülent Ecevit hərbi çevriliş etdi. Xeyr. Bülent Ecevit hərbi çevriliş etməyibdir. Yeganə hərbi çevriliş edən 80-ci ildə stəd verilib, 60-cı ildə çevriliş edən şəxsdən adı verilməyib. 80-də Kənan Evrendir. Ona görə də A variantı səhvdir. Kiprə qoşun çıxartdığı bəli, Bülent Ecevit SSR, ABŞ və İngiltərəni qarşısına alaraq Yunanistanın bütün Kipri birləşməsinə imkan vermədi 74-cü ildə. Qaldı ki, Marşal planına əsasən Bülent Ecevit 48-ci ildə baş nazir deyildi. Ona görə burada cavab 1C, 2 Bakı, yəni variant D-dir. Davam edək. Eldənizə dövləti üçün səciyyəvi cəhətləri müəyyənləşdirin. Monqolların Azərbaycana birinci yürüşü nəticəsində süqut uğraması yanlışdır. Eldənizlərə son qoyan Monqolların birinci yürüşündən sonra gələn Cəlaləddindir. 2. Azərbaycanın Araz çayından cənubdakı torpaqlarında meydana gəlib. Yanlışdır. Eldənizlər Azərbaycanın şimalında, Naxçıvanda meydana gəlib. Sual verə bilər ki, abituriyent və ya müdavim, Naxçıvan bəyəm cənub deyilmi? Naxçıvan bugünkü Azərbaycan baxımından cənub ola bilər. Axı bilirsiniz 19-cu əsrə qədər Azərbaycanın cənubu və ya Azərbaycanın şimalı anlayışı yox idi. Yəni şimalı və cənub Azərbaycan anlayışı yox idi. Yəni bizim zaten şimalda keçdiyimiz bütün xanlıqlar Azərbaycanın şimalı sayılır. Axı biz Naxçıvana şimal Azərbaycan xanlığı deyirik. 2 də yanlışdır. 3 bəli. 2 hökmdarın fonunda Şəmsəddin Eldəniz və Qızıl Arslan. 4 Atabəylər 2 yerə bölünməyib. 5 bəli Atabəylər iqta paylayıblar. İqta 7-ci 14-cü əsrdə Azərbaycanda mövcud olmuş dövlətlərin hamısı paylayıb. Nəzərə alsaq ki, Eldənizlər də 12-13-cü əsrdə hakimiyyətdə oldular, məsələ aydındır. 3-5. İnşallah bu səhifədə diqqətimizdən qaçan bir məqam olmadı. 22. İngiltərədə 17-ci əsrin 40-cı illərində baş vermiş vətəndaş müharibəsinin nəticələri. Yəni 1640-1649-cu illərdə 2 vətəndaş müharibəsi olub. 1642-46 birinci mərhələ, 1648-48 ikinci mərhələ. Kral məğlub oldu, bəli. İngiltərə Respublika elan edildi. Olsun, 1649-da. Tüdollara son qoydu. Tüdollara zaten 1603-də son qoymuşdu. Hüquqlar haqqında bil.
1689. Həm də bu nəticə deyil. İngiltərə parlamentli monarxiya çevrildi. 1689 hüquqlar haqqında bilə görə. Deməli, burada cavabımız 1, 2-dir. 23. AXC-nin 2-ci hökumət komitəsinin dövlət quruculuğu sahəsindəki fəaliyyətinə aid olanları müəyyənləşdirin. Burada iki məsələdə ehtiyatlı olmaq lazımdır. Bir, dövlət quruculuğu məsələsində. Bir də 2-ci hökumət komitəsi məsələsində. 2-ci hökumət komitəsi 1918-in iyunundan 1918-in dekabrına qədər mövcud olub. Baxaq. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1920-nin noyabr. Yaradılması isə dekabrdır. Bir düzdür. 2. Üçrəngli dövlət bayrağı. Bu 1918-in noyabr olmalıdır. Üçrəngli dövlət bayrağı 1918-in noyabr. Həm dövlət quruculuğudur, həm də 2-ci hökumətə düşür. Azərbaycan vətəndaşlığı haqqında qanun dövlət quruculuğudur. Amma 1919-cu ildir. 2-ci hökumətə düşmür. 4-cü hökumətə düşür. 4. 2-ci hökumətə düşür. 1918 5 oktyabr. Amma dövlət quruculuğu deyil. İqtisadi tədbirdir. 5. 1918-ci ilin 27 iyunudur. Həm 2-ci hökumətdir, həm də dövlət quruculuğuna aiddir. Cavab 1, 2, 5-dir. Bax belə. Bu tipi testlərdə həm termində, həm də hökumət kabinetlərində ehtiyatlı olmaq lazımdır. 24-də baxaq. Uyğur xaqanının yaranması 744. Muğan xaqanın Çini tabi etməsi. Təbii ki, bu 6-cı əsr deyək. Attilanın Bizansla 5-ci əsr deyək. Mihraqula 6-cı əsrin əvvəlləri deyək. Təbii ki, 1-ci 3, 5-ci əsr. Sonra 4, 6-cı əsrin əvvəlləri. Sonra Muğan xaqan 1-ci Göytürk 552 6-cı əsrin ortalarından sonra götürəcəyik. Sonra isə 8-ci əsr 3, 4, 2, 1. 25. Eramızdan əvvəl 3-cü minillikdə baş vermiş hadisələr. Mərkəzi Asiyada ilk türk dövləti, bəli, söhbət Böyük Hundan gedir. Amma Böyük Hun eramızdan əvvəl 3-cü əsrdə yaranıb. 3-cü minillikdə deyil. Fif şəhərinin Misirin paytaxtına çevrilməsi 2-ci minillik. Avropadan qədim dövlət, bəli, Krit. Hindistanda Mohenjo-daro və Harappa, bəli. Qalır ki, Şumerlərin Mesopotamiya məskunlaşması eramızdan əvvəl 7-6-cı minillik. Cavab 3-4. 26. Xəritədə işarələnmiş rayonlarla bağlı ümumi cəhəti müəyyənləşdirək. Xəritədə deməli, işarələnmiş ərazilərimizin biri Kəlbəcərdir, biri isə ondan ağız-ağıza dayanan Ağdamdır. Ərazilər 1993-cü ildə Ermənistan qoşunları tərəfindən işğal edilib. Düz deyir. Kəlbəcər 93-cü apreli, Ağdam 93-cün iyulu. Vətən müharibəsinin gedişində, xeyr, hər iki ərazi Vətən müharibəsinin yekununda imzalanmış 10 noyabr bəyanatına əsasən azad edilib. Böyük qayıdış proqramına əsasən 2022-ci ildə ərazilərin ilk ailələr. Bu Ağalı kəndidir, Zəngilanın Ağalı kəndidir. Səhvdir. 2020-ci il 10 noyabr bəyanatına görə bu ərazilərimiz qaytarılıb. Bəli, mən az öncə bunu dedim. Burada cavabımız 1-4 olacaq. 27. Şah 1-ci İsmail 1501-1524. 1-ci Təhmasib 1524-1576. 1-ci Abbas 1587-1629. Vahid Azərbaycan dövlətinin yaradılmasının bayaq çatdırılması 1551. Təhmasib. Mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyi. Bəzən buna Vahid Azərbaycan bəylərbəyliyi də deyirlər. Amma vahid deyildi. Çünki Şah Abbasın əlində 1590-cı il İstanbul müqaviləsindən sonra bəzi ərazilər qalmışdı. Xorasan İqti və Səfəvi dövlətinə birləşməsi 1510. İsmayıl. Tamğa vergisinin ləğv edilməsi 1565. Təhmasib. Portuqalların Hörmüzdən çıxarılması 1622. Şah 1-ci Abbas. 1S, 2AD, 3BY. Situasiyaya gələk. 9 noyabr 1860-cı ildə Respublika Partiyasının namizədi ABŞ prezidenti seçildikdən sonra söhbət
Amerikada müharibədən gedəcək deyəsən. Tak. 28. Mənbədə bəhs edilən müharibənin hansı ABŞ prezidentinin hakimiyyəti dövründə olduğunu müəyyənləşdirək yazın. Təbii ki, ilk dəfə bir şimallı şəxsin söhbəti Avram Lincolndan gedir. Prezident seçilməsi cənubları narahat etdi. Bəhs olunan müharibənin mənbədə verilməmiş nəticəsini yazın. Mənbədə elə ciddi bir nəticə yazmır. Nəticələr çoxdur. İki hakimiyyətliyə son qoyuldu. Çünki aşk yaratmışdı Cənub ştatları ayrılaraq. Quldalların siyasi halına son qoyuldu. Bundan sonra quldallar prezident seçilməyəcəklər, yəni plantatorlar. Hakimiyyət burjuaziyanın əlinə keçdi. Aqrar məsələ həll olundu və s. və ilə axır. Mənbədə bəhs olunan müharibənin gedişində qəbul edilmiş Homesteadlər haqqında qanunun mahiyyətini yazın. Homesteadlər haqqında qərarı qəbul etməklə Avram Lincolnun sanki kəndliləri öz arxasına aldı. Hər kəndliyə 65 hektar torpaq verəcəkdi və kəndlini hansı halda deyirdi ki, biz kəndliyə verdiyimiz torpağı alarıq. Əgər kəndli onu əkib becərməsə. Gör nə gözəl şeydir. Kəndli əkib becərir ki, əlindən çıxmasın. Kəndli əkib becərsə məhsul artır və Amerikada ucuzluq olur. Həm dövlət qazanır, həm kəndli qazanır. Eyni zamanda da bir şərtlə torpaq kənddən alına bilər ki, orada qul əməyindən istifadə olunsun. Və doğrudan da bütün bu hadisələrin baş verməsi, elinizdən maraq üçün deyim, Avram Lincolnun Amerikanın cənubunda quldalığı ləğv etməsi, çünki şimalında Thomas Jefferson ləğv etmişdi. İstər qulların, istərsə də Homesteadlər haqqında qanuna görə kəndlilərin Avram Lincolnu sevməsinə və onun arxasında durmasına gətirib çıxardır. Bu qədər mənim əzizlərim. Yəqin ki, diqqətimizdən qaçan bir məqam olmadı. Nəsə olsa, rəy bölməsinə yazmağınızı rica edirik. Sağ olun, var olun. Allah'a emanet olun.